Məlumat verdiyimiz kimi, gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq olunacaq. Tibbi sığorta haqqında qanuna təklif edilən dəyişikliyə görə uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən İTS xidmətlərindən istifadəyə görə hər ay minimum əmək haqqının 4% həcmində hazırki hesablamaya görə 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. Qanun layihəsində həmçinin qeyd olunur ki, ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqı tətbiq ediləcək. Bu vaxta qədər həmin şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına yararlanırdılar. Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, burada qaranlıq məqamlar həddindən artıq çoxdur. İşləməyənlər tibbi sığorta haqqını necə ödəsin? Ekspertdən sərt etiraz. Bu qərarı verənlərin məntiqini anlamağa çalışıram. Məntiqlə demək istəyirlər ki, insanlar var, heç yerdə işçi kimi qeydiyyatda deyillər, ancaq qeyri-legal işləyirlər. Əgər onlar tibbi sığortadan istifadə etmək istəyirlərsə, ayda 16 manat ödəniş etməlidirlər. Ancaq bunun məntiqsizliyi ondan ibarətdir ki, dövlət qurumları bugünə qədər kimin qeyri-legal işlədiyini aydınlaşdıra bilməyibsə, bəs bundan sonra necə ayırd edəcəklər? Rəsmən bizdə 300 minə yaxın işləməyən insan var. Qeyri-rəsmi rəqəmlərə görə isə bu göstərici 2-3 qat çoxdur. Yaxşı, işləməyən insanlar nə etməlidirlər? Necə 16 manatı ödəməlidirlər ki, icbari tibbi sığortadan istifadə edə bilsinlər? Bu, biraz məntiqsiz yanaşmadır. Natiq Cəfərli hesab edir ki, burada kriteriyalar dəyişdirilməlidir. Heç olmasa könüllülük prinsipi gətirilməlidir. Yəni, kim tibbi sığortadan istifadə etmək istəyirsə, 16 manat ödəsin. Bu prinsip gətirilsə və məsələ ilə bağlı cərimələr, sanksiyalar nəzərdə tutulmasa, razılaşmadığım məqamlar olsa da, bunun nisbətən məntiqli qərar olduğunu düşünmək olar.